Dəqiqə. Hə. Yəni yadda saxlanıcı komitələr ikili sayı sistemi əsasında işləyir və elə adı 2 olmağı o demək ki, tərkibində 2 dənə rəqəm var. 0-dan 1. Onluq sayı sistemi. Tərkibində 10 dənə rəqəm var. Yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 beləcədir. 16-lıq sayı sistemində yenə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'dan sonra gəlir A, B, C, D, Y və F. İndi qulaq asın. Y və F. 16 sayı sistemində 0-dan 9'a getdik. A burada 10 deməkdir, B 11'dir, C 12'dir, D 13, Y 14, F 15. Ama bir şey var. Bize desək ki, məsələn, normalda bizim 16'nın rəqəmləri nə idi? 0-dan F'e qədər. Yəni əslində biz buna belə baxmalıyıq da. Əslində biz buna belə baxmalıyıq. 0-dan F'e qədər. Yəni biz A'nın 10 olmasını sonradan bizim üçün vacibdir ki, say sistemlərinin keçidlərindən istifadə edə bilərik. A'nın 10 olmasını, B'nin 11, C'nin 12. Yəni onlar bizim üçün hal-hazırda önəmli deyil. Məsələn desək ki 16'lıqda ən böyük simvol hansıdır? Cavab F'dir. Yəni 15 deyil. Aydın oldu. Cavab F'dir. 15 yox. 10'luqda ən böyük rəqəm təbii ki 9'dur. 2'lidə ən böyük rəqəm 1'dir. Bunlar bir rəqəmlidir. Bir rəqəmli. İndi bizə desə ki 2'lidə ən böyük. 2'lidə ən böyük. Məsələn 6 rəqəmli ədəd. 6 rəqəmli ədəd. Onda olacaq 6 dənə 1. Niyə? İndeks 2. Çünki ən böyük 1 deyil. 6 rəqəmli deyirsə elə 6 dənə 1 olacaq da. Ya başqa nə ola bilər ki burada? Aydın oldu. 6 rəqəmli deyirsə 6 dənə 1 olacaq. Sonra 10'luqda desə, məsələn ən böyük 5 rəqəmli ədəd, ona 5 dənə 9 olacaq. Çünki 5 rəqəmli deyilsə əgər. Məsələn desə 16'lıqda ən böyük 3 rəqəmli, onda 3 dənə F olacaq. Ya buna 15 kimi baxmayacaqsınız. Bunu 15 kimi sayı sistemlərinin keçidlərinə biz baxacağıq ki, onu da birazdan deyəcəm indi. Aydın oldu. Bunları mütləq yadda saxlamaq lazımdır. İndi məsələn mən desəm ki, hər sayı sistemin öz rəqəmi var. Fikir verirsiniz. Hər sayı sistemin öz rəqəmləri var. Məsələn deyirəm ki, onluq sayı sistemində rəqəmləri fərqli. Ən böyük 3 rəqəmli ədəd. Rəqəmləri fərqli deyirsə, bir dənə 9 götürüb, bir dənə 8, bir dənə 7 götürürəm. 3 rəqəmli. Onluq da. Aydın oldu. 16'lıqda rəqəmləri fərqli ən böyük 2 rəqəmli desə, onda F ilə Y götürəcəm. Aydın oldu. Rəqəmləri fərqli 2 rəqəmli. 2 rəqəmli deyilsə F Y. Bu qaydada bunları baxa bilərik. Sonra növbəti yoldaşlar, başqa burayla bağlı nə deyə bilərik? Doğru və ya yanlış ifadələr olur testlərdə. Hansı ki, məsələn, tutaq ki, 2'nin rəqəmləri nədir? 0, 1. Məsələn, 1, 0, 0, 2, 1, 0, 1. İndeksinə 2 yazır. Bu yanlışdır. Niyə? Çünki ikili sayı sistemi 2 olmaz ama. Ona görə yanlış ifadədir. Və ya yazıram məsələn 3, F, K. Bu da yanlışdır. Çünki 16'lı sayı sisteminin hərflərinin içərisində K hərfi yoxdur. A'dan F'e qədərdir. Bildiniz? Ona görə bu da yanlışdır. Yəni hər sayı sisteminin öz rəqəmləri var ki, hansı ki ancaq onlardan istifadə edə bilərik biz. Bildiniz? Yalnız onlardan istifadə edə bilərik. Sonra növbəti. Məsələn deyirəm ki 16'lıqda buraları silək biraz. 16'lıqda ən kiçik 3 rəqəmli ədəd.
16'dan ən kiçik rəqəm nədir? 0. Sonra nədir? 1. 0 neçə başlamır axı? 0 neçə başlamırsa minimum nə ilə başlaya bilər? 1 ilə. Aydın oldu. 1 ilə başlayırsa yoldaşlar. 1 ilə başlayırsa. Deməli 1 davamında 0 olsa ən kiçik olar da. Aydındır. 1 davamında bu 0 olsa ən kiçik olar. Məsələn, bir dənə 1, 2 dənə 0 olsa, bu 16-lıqda ən kiçik 3 rəqəmli ədəd sayılır. Aydın oldu. 16-lıqda ən kiçik 3 rəqəmli ədəd. Sonra deyəcəm indi onları, tələsməyə deyəcəm. Hələ o yerlərə gəlməmişik, hələ kesidlərə gəlməmişik. Bunlar elə sadə hissələrin izahlardır. İndi onları da deməyə çalışacağıq. Bunları dedik yoldaşlar. İndi say sisteminə kesidlərə də baxaq. Çünki onlar da bizim üçün vacib, önəmli hissələrdir. Təbii ki. Say sistemlərinə kesidlərə baxsaq, ilk öncə mən başlıq olaraq nə yazıram? İstənilən say sistemindən onluq say sisteminə keçid. Məsələn, nümunə yazıram. Deməli, 1, 2 və s. belə nümunə yazacaq. Yazıram 1, 0, 0, 1, 0. Burada yazıram 3A 16'lıqda. Hər ikisini hara çevirirəm? 10'luğa. Hər ikisini 10'luğa keçirəm yoldaşlar. Yine qulaq asın. 10'luğa kesit qaydamız nədir? Verilən ifadənin üstünə xətt çəkirəm. Yuxarısından daha doğrusu. Üstünə yox, yuxarısından. Hər ikisində. Və sağdan 0-dan başlayıb nömrələyirəm. 0, 1, 2, 3, 4. Aşağıda 0, 1. Çünki 2 dənə rəqəmdir ona görə. Aşağıdakı rəqəmlərin sayı qədər nömrələmə apara bilərsiniz. Bildiniz? İndi burada aşağısı 0 olanları silirəm. Çünki bunun ən rahat yolu budur. 1 vurulsun, solda 1 ilə başlayır. 4'ü gətirəm 2'nin qüvvətinə. 2 üstü 4. Üstə gələk. Bu birisi 1 vurulsun. 2 üstü 1. Bax 1 vur 2 üstü 4. 1 vurulsun 2 üstü 1. Bu da elədi yoldaşlar. Deməli 16 və 2. 18. Aşağısı sıfırlar ona görə silik. Onlar 0 edir. 11 mənası yoxdur yazmağın. Növbəti aşağıdakında 3 0 16 üstü 1. Çünki indeks 16'da 16 sayısı. Üstə gəl. İndi A-nı A kimi yazmayasınız ha. A-nı 10 kimi yazacağım. 10 vur 16 üstü 0. Bu elədir 48. Bu da elədi 16 üstü 0 1'dir. Onu da 1'ə vuranda 10. Elədi 58. Deməli yuxarıdakı 18, aşağıdakı 58 olacaq. Bu qaydada. İndi mən istəyirəm ki, əgər bu onluğa çevirmənin tam aydın oldusa, gəlin test üzərindən də bir onluğa çevirməklə bağlı suallara baxaq. Məsələn, 162. 16'lıq sayı sistemində A8 ədədi onluq sayı sistemində nəyə bərabərdir? Yoldaşlar, yenə eyni şeydir. İndeks 16'dır. 0, 1, onluğa çevirirəm. A neçədir? 10. 10 vur 16 üstü 1. 8 vur 16 üstü 0. Bu da elədir 160. Üstə gəl. Bu da 1 eləyir də. 8 bərabərdir 168. Y variant. Üstü qüvvət 0 1 eləyir. Aydındır. 8'ə 1'ə vuranın 8. Elədir 168. Onluğa çevirmə qaydamız budur. Məsələn, yenə baxaq. İkilikdən onluğa çevirmə görə harada var? Məsələn, burada var. İndi onluqdan digərlərinə deyəcəm, narahat olmayın. Deməli,
Yine eyni qayda ilə gedirik. 0, 1, 2, 3, 4, 5, 6. Aşağısı 0 olanları silirəm. Qaldı 1 vurulsun 2 üstü 6. 1 vurulsun 2 üstü 4. 1 vurulsun 2 üstü 3. 1 vurulsun 2 üstü 2. Bu kadar. Bu da elədi 64. 2 üstü 4 16. 2 üstü 3 8. 2 üstü 2 4. Elədi 88. 4 də bu 92. Doğru cevap olacaq D variantı. İndi onluğa çevirme tam aydın oldu hamıya. Ama bir şey var. Onluğa çevirme tək bunlarla bitmir. Onluğa çevirme tək bunlarla bitmir. Onluğa çevirme suallarını mən sizə göstərəcəm. Hansı ki, sırf onluğa çevirmə ilə bağlı nə qədər suallar var. Həm buradan göstərəcəm, həm də abituriyentlər üçün test bankından göstərəcəm. Orada da bağlı suallar var. Ümid edirəm ki, say sistemin bugün normal mənimsəyə biləcəksiniz. Məsələn, 199 tipli sual. Auditoriyada bu sayda oğlan, ümumiyyətlə yadda saxlayın ki, ikili ilə bağlı biz, yəni sən belə suallarda bir düşün də, yəni biz ikilikdə toplama falan nəsə və ya nəticə olaraq isə deməmişəm. Heç ikilikdə 49 ola bilər. Bir dənə A variantına baxın. Yox. Yəni məntiqlə düşünsə yollar bu onluğa çevrilib də. Bildiniz? Yəni bu onluğa çevrilib. Bunun başqa bir məntiqli tərəfi yoxdur. Ona görə də bunun hər birini onluğa çevirib elə müqayisə eləməyimiz daha məqsədə uyğundur. Deməli birincisi, ümumiyyətlə aşağıdan yazmaq istəyirəm bunları. 1, 0, 0. Bunu da onluğa çevirirəm. 0, 1, 2, 3, 4, 5. Bir də o birisinə çevirirəm. Deməli 1, 1, 0, 0, 0, 1 indeksi ikilikdə. 0, 1, 2, 3, 4, 5. Hər birini onluğa çevirirəm. İndi bu birinci ədəd. Bu ədəd nədir? Oğlanların sayını bildirir. Aşağısı 0 olanları sildim. Qaldı 1 vur 2 üstü 5. 1 vur 2 üstü 2. 1 vurulsun 2 üstü 1. 1 vurulsun 2 üstü 0. Bu elədi 32. Bu elədi 4. Bu birisi elədi 2. Bu da elədi 1. 36, 39. Onluq sayı sistemində. Bu birisini hesablayaq aşağıdakını. Yenə aşağısı 0 olanlar gedir. 1 vur 2 üstü 5. 1 vur 2 üstü 4. 1 vur 2 üstü 0. Bu da elədi 32, 16 və 2 üstü 0, 1. Bu da elədi 49. Deməli 39 oğlan idi. Çünki birinci yerdə duran oğlan şeyi bildirirdi, sayıları bildirir. İkinci yerdə duran qız sayılarını bildirirdi. 49 tane qız var. Qızların sayı oğlanların sayından nə qədər? Yəni optionda aradakı fərqi istəyir. 39, 49 fərq 10'dur. Evet. Bu qayda hesablayacaqsınız, yaxşımı? Davam edək. 200-cü sualda demək istəyirəm mən. Bu 16'lığa çevirmədir. Bu hələ ki qalsın yoldaşlar. Çünki 16'lığa çevirmə hələ ki demədik də ona görə. Amma o suala qayıdacaq inşallah. Sonra məsəl üçün bu belə tipli suallar var. Yəni, hansı ən böyükdür? Belə suallar var, ədədlərdən hansı ən böyükdür? Belə suallarda ilk 3 rəqəmlərinə görə baxın ədədlərin, yəni rəqəm sayı eyni olanda. Əvvəlində birlərin sayı hansında çoxdursa o böyük sayılır. Aydındır. B variantında əvvəlində 3 dənə 1 var deyə bu ədəd böyükdür. Çünki o birislərdə 0 var tərkibində. O birislərin tərkibində 0 var. Aydın oldu.
O birislərin tərkibində 0 var, yadda saxlayaq bunu. Növbəti. Say fərqli olsa ona çevirməlisən. Onluğa çevirib baxa bilərsən onda. Çünki onu tutmaq olmaz. Sonra məsəl üçün 191 tipli yollarsa cüt ədəd istəyir. Sonra 0 ilə qutarsa cüt. Aydın oldu. 1 ilə qutarsa təkdir. Amma 0 ilə qutarsa cüt. Yadda saxlayaq. Bu da belə. Sonra onluğa çevirmə ilə bağlı suallar. Yenə eyni sualdır. Bu qalsın. Eyni sual olduğuna görə. Bu 208-ci sual yollarsa indi dediyimiz kimi şagird sayı kimi. Onu çevirib toplayacaqsınız. Eyni sual olduğuna görə onu bir də demədim. Məsələn 215 ilə 16-dır. Belə tipli suallar da vacibdir. İndeksində x. Deməli x bərabər 21. Bu nə edəcəyiz? İndeksində x olan bütün sualları ümumiyyətlə onluğa çevirəcəyiz. Bayaqda saxlayın. İndeksində x olan bütün sualları onluğa çevirmək lazımdır. İndi 3 vurulsun x üstü 1, 4 vurulsun x üstü 0 bərabərdir 25'e. Bu 3 vurulsun x üstü 1 nə deməkdir? Elə 3x. Burada ama x üstü 0 1 deməkdir. Yəni ümumiyyətlə üstü qüvvə 0 ise 1 olur. 4'ü 1'e vuranla 4 25 3x 21 ise x 7. Doğru cevap variant. Baba koydu. Bunları qeyd elədik. Növbət suala da baxaq. 255 sayda tələbə imtahan verib. Bakı versə 255 onluqdadır. Onlardan yalnız bu tələbə uğurlanacaq. Yenə ikilikdə verib yollarsa. Neynəməliyik? Onluğa çevirməliyik. Çünki biri onluqda, biri ikilikdə hesablama apara bilməliyik. Eyniləşdirməliyik ölçü vahidlərini. 1, 1, 0, 0, 0, 1, 1. İndi onluğa çevirəndə yenə yazıram. 0, 1 nömrəliyirəm. 1, 2, 3, 4, 5, 6, 7. Aşağısı 0 olanlar gedir. Qaldı 1 vur 2 üstü 7. 1 vurulsun 2 üstü 6. 1 vurulsun 2 üstü 1. 1 vurulsun 2 üstü 0. Elədi 128. 64. 2 ve 1. Çünkü bu birisi 1 eləyirdi. Bu da elədi yoldaşlar 195. Təbii ki onluq sayı sistemində. İndi 255 tələbə imtahan verib. Bu ikilikdə olan ədəd neçə elədi onluqda? 195. Aydındır. Bu 195 elədi. 255 tələbədən 195'i uğurlu nəticə əldə edib. Yəni imtahandan keçib. Neçə tələbə imtahandan keçməmişdir? İndi 255'dən 195 çıxırsınız, nəticə 60. Doğru cavab variant. Yəni yadda saxlayın ki, onluğa çevirib həll eləməyimiz daha məqsədə uyğundur. Çünki onluq bizim gündəlik istifadə etdiyimiz belə deyək ki, sayı sistemidir. Onunla işləmək bizim üçün daha rahatdır. Bu da belə. Sonra onluqdan digərlərinə keçidlərlə bağlı suallar daha çoxdur. İndi mən onlara keçid eləyəcəm yoldaşlar. Sonra onluğa çevirməklə bağlı məsələn bu tip suallar da vardı bir dəqiqə. Məsələn 225 tipli suallar. Bizə deyir doğru olduğu sayı sistemində yazılmış ən böyük rəqəmli ədədin yaddaşda tutduğu yer. Belə hallarda ya bu onluqda deyil. Çünki 70'den 19 çıxan 59 eləməz axı.
Ya məntiqlə fikirləşin. Ona görə indeksin x yazıram. Çünki mən bilmirəm bu hansı sayı sistemidir. Müəyyənləşdirə bilərik. Müəyyənləşdirmək üçün nə yollar var? 0, 1 yazıram nömrələmə qaydası ilə. Yəni onluğa çevirməyə çalışacağım. Aydın oldu. İndi olacaq 7 vur x üstü 1. 2 vur olsun x üstü 0. 1 vur x üstü 1. Yeni qulaq asın. Burada toplamaya çıxma olacaq. Çünki çıxma o şeyi toplamaya dənə minus olurdu. 9 vur x üstü 0. Bərabərdir 5 vur x üstü 1. 9 vur x üstü 0. Bu elədir 7x. Bu elədir 2. X. Bu elədir 9. Bu elədir 5x plus 9 yenə. İndi 7x ilə mənfi x neçə edir? 6x. 2 ilə də mənfi 9, mənfi 7. Bərabərdir 5x plus 9. İndi 5x keçsə bu tərəfə x bərabərdir mənfi 7 də o tərəfə keçsə 16. Deməli bu doğru olduğu sayı sistemi nə oldu? 16'lıq sayı sistemi. Aydın oldu. Müəllim, o birinci yox, niyə ikinci çıxma oldu? O 1 vur x üstü 1. Çıxılsın 9 vur x üstü 1 var. Çünki bəs qabaqda minus var. O dəyəndə çıxma eləməlidir onu. Ha, başa düşdüm. Qabaqda minus var. Minus plusa dəyənə minus olur da bəs. Aferin. Çıxma eləməlidir onu. Növbəti. İndi yoldaşlar 16'lıq sayı sistemi oldu. Doğru olduğu sayı sistemində ən böyük rəqəm nədir? 16'lıqda ən böyük rəqəmli, ən böyük f-dirsə 2 rəqəmli 2-dən f. Rəqəmləri fərqli demir ha burada. Yəni yazmayayım da rəqəmləri fərqli. Fərqli demirsə 2-dən f. Bu ədədin yaddaşda tutduğu yer. Yadda saxlayın. 16'lıq sayı sistemində hər bir rəqəm yaddaşda 4 bit yer tutur. Ya bu konkretdir. 2 üstü 4 ona görə. İndi hər biri 4 bit yer tutursa 2'dən f-dirsə 8 bit. Bu da 1 byte. Çünki 8 bit 1 byte. O da B-bənd. Bildiniz yoldaşlar. Bu belə. Bu belə. Ya bu suallarda bu formatda həll edib görə bilərik həllini. Sonra onluğa çevirməklə bağlı tip suallar nələrdir? Onunla bağlı askı suallarını da deyəcəm yenə. Bir də bu yaddaşda tutduğu yerlərdə deyək, hamısına görə. Elə gəlmişəm bu 257-ci sualı mən demək istəyirəm. Mədə yoldaşlar, 16'lıqda hər rəqəm 4 bit, hər bir rəqəm. İkilikdə isə 1 bit qüvvətinə görə. Məsələn, indi hələ birincini saxlayıram da. İkinci ilə üçüncüyə görə arası 4 bitsə 12 bit. Bu oldu Y. Bu birisindən arası 1 bitsə 4 bit. Bu da oldu A. Deməli 2Y, 3A. Yadda saxlayın. Onluqda verilmiş ədədin yaddaşda tutduğu yeri tapmaq üçün özü qüvvət olsa belə də həmişə qüvvətini bir dənə artıq götürürsünüz. Aydın oldu. Daha doğrusu onu belə olur da əslində. 2 üstü 5 yaddaşda 5 plus 1 bit yer tutur. Yəni 6 bit. Yəni onluq sayı sistemində verilmiş ədədin yaddaşda tutduğu yeri tapmaq üçün 2-nin qüvvəti kimi baxırsınız və qüvvəti bir dənə artıq götürürsünüz həmişə. Ya özü qüvvət olmasa da, məsələn 24'ün özü qüvvət deyil. 24 hansı qüvvətlər arasında yerləşir? 2 üstü 4 ilə 5 arasında. Yenə də ən böyük qüvvəti götürürsünüz. 5 bit. Aydın oldu. Ən böyük qüvvət. Onluq sayı sistemi qaydada saxlaya bilərsiniz. Amma 16 ilə 2'liyə görə rəqəm sayınadır. Bunu da baxıb yadda saxlayın, yaddan çıxmaz. Deməli 1 oldu B. 2'yə 3A.
Bunları qeyd eləsək daha yaxşı olar. Növbəti. İndi yoldaşlar, onluğa çevirmə ilə bağlı olan hissələri dedik. İndi onluqdan digərlərinə çevirmə vacibdir bizim üçün. Çünki ən çox sual onlarla bağlıdır. O olan qüvvətlərə 1, olmayanlara 0 söhbətləri biraz problem yaradır bəzən. O tipli sualları öyrənməliyik. Deməli, qulaq asın bə. İndi gəlirəm. Bizim qaydamız bayaqçı nə oldu? İstənilən sayı sistemindən onluq sayı sisteminə keçid. Düzdürmü? Düşünürəm ki, bununla bağlı nə varsa dedik. İndi onluqdan digərlərinə keçidlərlə bağlı suallara baxaq. Yaxşı. Deməli yoldaşlar, yazıram. Onluq sayı sistemindən digər sayı sistemlərinə keçid. Düzdür, burada bölmə qaydasıdır. Tək bölmə deyil. Bölmə bir də qüvvət qaydası. Hər ikisini əldə edə bilərik. Üsulu da yəni. Bölmə və qüvvət üsulunu hər ikisini eləyə bilərik. İstənilən sayı sistemi, yəni fərq eləmir. Yeni məsələ üçün mən yazıram. Məsələn, 23 onluqdan ikiliyə çevirək. Bir dənə də yazıram, məsələn, 27 bunu da 16-lığa çevirək. Bizim ən çox gördüyümüz. Fikir verirsə, solda hər iki tərəf onluqdadır. Sağda biri ikilikdə, biri 16-lıqdadır. Çünki onluqdan istənilən sayı sisteminə keçid qaydası eyni gedir. Siz bir dənə yolları yadda saxlayın. Bilin ki, hansı yollarda o bəs eləyəcək. Ya bölmə qaydasını əldə edə bilərik. 11, 11-i 2, 22. Qaldı 1. 11-i 2-yə bölüb 5, 2-nin 10. Yenə qaldı 1. 5-i 2-yə bölürəm 4. Qaldı 1. 2-ni 2-yə bölürəm. Qaldı 0. Aydın oldu. Dəqiqə. Hə. Yeni yoldaşlar, burada böyle gedirsiniz. Yəni 23-ü 2-yə böldüm 11, 11-i 2-yə vurdum 22. Qaldı 1. Sonra 11-i 2-yə böldüm 5, 5 için 10 qaldı 1. Sonra 5-i 2-yə 2, 2 için 4, 1. 2-ni 2-yə 1, 1 için 2, 0. Tartıb ən sondakı 1-i bölə bilmirəm də. Aydın oldu. İndi alınan qalıqları sondan əvvələ qədər düzürsünüz. Yəni 1, 0, 1, 1, 1. 1, 1. Bu qayda. Cavabımız olacaq bu. Ya bu yolla bunu əldə eləmək olar. Yəni böyle gedirsiniz, sondan əvvələ qaydırırsınız. Bu prinsip. Ya da qüvvət üsulunu əldə eləmək olar. Qüvvət üsulunu həll eləmək üçün o qüvvət üsulu da çətin bir üsul deyil əslində. Mən 23-ü belə aldım, düzdürmü? 1, 0, 1, 1, 1. Canım yoldaşlar, bunu onluğa çevirək. Bu 1, 0, 1, 1, 1'i. Görün neçə alacağıq. Canım bunu onluğa çevirək. Görün neçə alacağıq. 1, 0, 1, 1, 1. Eləydə düzdürmü? Bəli. Bunu onluğa çevirəndə biz nəyi gördük bəyək? Bundan əvvəl keçsədə. 0, 1, 2, 3, 4. Düzdür. Biz nömrələdik də. Niyə nömrələdik sıfırdan? Elə bu sıfırdan 4-ə qədər olanlar var ha. Bunlar elə yoldaşlar. Bu 2 var indeksdə. Elə 2-nin qüvvətləridir də bunlar. Baba aşağıdakı 1 sıfırları yazmasaz. Bu sıfırdan 4-ə qədər görürsünüz yuxarıda rəqəmlər. Onlar elə 2-nin qüvvətləridir də. Bildiniz? Bunlar elə 2-nin qüvvətləridir də. Yəni ikili sayı sisteminə görə. Yine əgər hansısa bir bax, bunu biz hesablamada necə hesablayacaq? Niyə bəyək məsələn aşağısı sıfırın üstünə qaç seçirdik? Hə? O niyəsi budur ki,
1 vur 2 üstü 4. Üstə gəlir 0 vur 2 üstü 3. Ya bu onsuz da 0'dır da. Aydın oldu. Bu onsuz da 0'dır. Ona göre biz bunun üstüne kaç seçip bunu hesaplamırdık onluğa çevirəndə. Yine deməli bu nə demək? Əgər arada, əgər arada, məsələn götürüb bunu belə yazırıqsa, düzdür. Yəni 2 üstü 4'ten sonra 2 üstü 2 gəlir. Deməli arada nə yoxdur? 2 üstü 3. Deməli o olmayan qüvvət 0 imiş də elə. İndi satdı sizə. Hə? İndi hansı ki biz aşağısına 0'ın üstüne kaç seçirdik? Deməli o olmayan qüvvət oymuş da yoldaşlar. 0 imiş. O olmayan qüvvətin yerinə 0 yazmalıymışsınız. Bildiniz? İkiliyə çevirəndə. Ya bu çox vacib məqamdır. Bunu belə dərk eləmək lazımdır. Başa düşmək lazımdır ki, yəni bu necə oldu ki, bu yola gəldi. Ya bu açıqlama qaydası budur. Bu sıfırdır. Ona görə də bu qüvvət yoxdur. Olmayanda da hesablama necə gedir? 1 vur 2 üstü 4. Bayaq gördünüz də. 1 vur 2 üstü 1. 1 vur 2 üstü 0. Razısınız? İndi bu öndəki birlər var ha. Bu öndəki birlər yoldaşlar. Elə bizim ədədimizdə. İndi arada bir dənə 2 üstü 4'ten 2 üstü 2'ye gəlib. 2 üstü 3 yoxdur. Deməli o olmayan qüvvətdə 0 imiş də önəmi sağlı. Aydın oldu. Onda olur 1 0 1 1 1. Yenə eyni şey gəldi bak. İndi biz 23'ü 23'ü 2'nin qüvvətləri kimi 23'e yaxın 2'nin qüvvətini hesab et. 2 üstü 4. 2 üstü 5 ola bilməsə 32 eləyir. Bu 23'ü nə tür ola bilər ki? 2 üstü 4 16'dır. 16'ın üstüne etse gələndə 23 eləyir. 7. 7 necə yaza bilərəm? 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. Bu qaydada. İndi 2 üstü 4 var. Bu 1'dir. 4'ten 2'ye gedib. 2 üstü 3 yoxdur. Deməli bu 0'dır. Bu olan qüvvətlərin digərləri də 1'dir. Çünki bunların ön əmsalı 1'dir ona görə. Bunların yoldaşlar ön əmsalı 1'dir. Və yenə eyni cavab aldıq. Çünki bu 2 üstü 4 nə deməkdir? Bu 1 vur 2 üstü 4 əslində. Qulaq asın. Ön əmsal. Əgər sənə 2 üstü 4, üstə gəlir 2 üstü 2, 2 üstü 1 verirsə, sən bilməlisən ki, ön əmsal 1'dir hamısında. Yəni bu 1 vur 2 üstü 4'dür. Bu 1 vur 2 üstü 2'dir. Bu 1 vur 2 üstü 1'dir. 1 olanda yazılmır axı ön əmsal. Ön əmsal 1 olanda yazılmır. Özünüz də bilirsiniz. Aydın oldu. Ya siz bilməlisiniz ki, bunun ön əmsalı 1'dir. O 1 çünki yazılmır da çox hallarda. Çox hallarda yox, demək olar ki, yazılmır. Ön əmsal 1 olanda yazılmır axı demək olar ki. Bildiniz. Bunu da dedik. Davam edək. Məsələn, bir dənə ədəd yazaq. Çevirək. Bir dənə ədəd yazıb çevirək. Tutaq ki, təbii ki, 2'nin qüvvətlərini bilmək lazımdır yoldaşlar. Ki, bunları əldə edə bilərsiniz. Məsələn, yazıram 167. Çevrə 2'liyə. İndi 167'yə yaxın 2'nin qüvvəti neçədir? Təbii ki, bunu 2'nin qüvvətlərindən bilməliyik ki, bu 2'nin qüvvətlərini mən sizə göstərəcəm yəni. Bu da bay olursa. 2'nin qüvvətləri budur. 2'nin qüvvətlərini burada yanında saxlamalıyıq ki, biz ona uyğun hərəkət edə bilək. Aydın oldu. İndi məsələn, mən ədədi nə dedim? 167. Sizcə 167'yə yaxın ən böyük qüvvət hansıdır? 128. 2 üstü 7. Çünki 256, 208 ödəmir axı. Bildiniz. Deməli buna yaxın 2 üstü 7. Yəni 128. İndi yoldaşlar 167'nin 128 çıxanda fərqi nə qədər qalır? 39. 39'u necə yaza bilərəm? 39'a yaxın ən böyük qüvvət 32'dir, 2 üstü 5.
Qaldı nə qədər? 7. 7 də ki, bayaq yazdığımız kimi 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. Aydın oldu. Baba yoluna yazma olur. İndi olan qüvvətləri bir yazıram. Yəni 2 üstü 7 var. Bu 1'dir. 7'den 5'e gedib. Deməli 2 üstü 6 yoxdur. 0. 2 üstü 5 var 1. 2 üstü 5'ten 2'ye gedib. 2 üstü 4 ilə 2 üstü 3 yoxdur. Hər ikisi 0. 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. Bunlar da 0. Baba qayıtdı. Yox, bunlar 1 daha doğrusu. 0 deyirəm. 4 ilə 0'dır. Çünki bu qüvvətlər var. Bunlar 1'dir. Bu ədədimiz budur. Aydın oldu. İndi yoldaşlar elə bir şey ola bilərdi ki, məsələn 167 yox, elə 128'in özünlə verə bilərdi ədəd. Ki məsələn deyəcək bunu ikiliyə çevir. İndi burada bir məqam var. Nədir? 128 elə özü 2 üstü 7'də yoldaşlar. Razısınız? Özü elə 2 üstü 7'dir. Onda belə çıxır ki, burada ədədi biz müəyyən eləyəndə, indi 2 üstü 7 var, bu 1'dir. Geridə qalan bu qüvvətlər var. Ha? 6, 5, 4, 3, 2, 1, 0. Bunların heç biri yoxdur. Onun qalanları 0'dır. 2 üstü 6, 5, 4, 3, 2, 1, 0. Ədədimiz budur bu. Aydın oldu. Bir dənə 1, 7 dənə 0. Ədədimiz budur. İndi məsələn belə halda olanda biz deyə bilərik ki, üstü qüvvət qədər 0 var. Elə 7 dənə 0 idi. Bir dənə 1 var. Bir dənə 1 öndəki də o 2 üstü 7 olduğuna görə 1 olur. Aydın oldu. Məsələn, bu onunla bağlı testlərə suallar olmalıdır. Yoldaşlar, bizə burada deyir ki, dəqiqə, elə tipli suallar var burada. Məsələn, deyir 220 tipli sual. Deyir ki, məsələn, 221 ədədinin onluqda verilən ikili sayı sistemi yazılışında sıfırların sayı, birlərin sayı neçə vahid oldu? Pay yoldaşlar, bu əslində belə olur da. 221 var, bu 1'dir. 2 üstü 20'dir, 19'dur, 18'dir, 17'dir, 16'dır, 15'dir, 14'tür, 13'tür, 12'dir və s. Bu ara qədər gedəcək. Hə? Bu biz ara qədər gedəcək. 2 üstü 0'a qədər. Yəni heç biri yoxdur da, qüvvətin heç biri yoxdur. Geridə qalan. Geridə qalanı nəzərə almalısınız ha həmişə. Olmadığına görə qalanların hamısı 0 gedir. Aydın oldu və s. Nə qədər 0 gedir? Üstü qüvvət qədər. Yəni burada hal-hazırda bir dənə 1 nəyə görədir? 2 üstünün 1 olduğuna görə. Yəni bir dənə qüvvət vardı, bu 1'dir. O geridə qalan olmayan qüvvətlər var ha, 20, 19, 18, 10 və s. Onların hamısı 0'dır. Üstü qüvvət qədər 0 var bizdə. Ya bu hər zaman keçərlidir. Sahib görə də bilərsiniz. Bir dənə 1, 21 dənə 0. Yine sıfırların sayı, birlərin sayı neçə vahid çoxdur? 21 20'dən neçə vahid çoxdur? 21 1'dən neçə vahid çoxdur? 20 vahid. 20 vahid. Dəfə yox, ha yoldaşlar. Dəfə olsaydı 21 olardı. C variantı. İndi məncə mənə qədər aydın ola bilər. Davam eləyək görək nələr var başqa. Məsələn 211-ci sual. Yenə qüvvətini əldə eləməyə çalışaq. 529'u onluqdan ikiliyə çevirirəm. Amma qüvvət üsulu ilə. İndi yoldaşlar 529'a yaxın. Görək qüvvət neçədir? Bir dəqiqə bunu bağlayayım.
529'a yaxın 2-nin qüvvəti 512-dir. Aydın oldu. Bu qüvvətləri özüm göstərim sizə. Keç olmasa buradan yadda saxlayın. Mən zaten bu qüvvətləri əzbər biləm. Onsuz mən sizə dərsiz verəndə siz qüvvətləri göstərməmişdim. Buna yaxın 2-nin qüvvəti 512-dir. Aydındır. Fərq nə qədər qaldı? 17. 17 necə yaza bilərik yoldaşlar? Hə? 17-ni 16 yaxında 2 üstü 4, 2 üstü 0. Yəni 4-dən 1. Yəni 2 üstü 4-dən 2 üstü 0. Aydın oldu. 16 ilə 1. İndi olan qüvvət 1-də olmayan 0-dır. Yəni 2 üstü 9 var. 1-dir. Çünki ən böyük qabaqda olur demişəm. 9-dan 4-ə qədər nə yoxdur? 2 üstü 8, 2 üstü 7, 2 üstü 6, 2 üstü 5. 2 üstü 4 var. 4-dən 0-a qədər. 2 üstü 3, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0-ın özü var. Su ədədimiz budur. Aydın oldu. Ya variant. Sonra buradan çıxaq, geriyə qaydaq görə biz onluqdan digərlərinə keçid prinsipindən nə qaldı? Sonra bir şey deyim yoldaşlar. Keçən bazar mən də sınavda əlavə eləmişdim o tipli suallardan. Məsələn yazıram ki, önəm misal dəyişirəm də. 12 vurulsun 12 vurulsun 8 üstü 5. Deyirəm ki, bu ifadəni, bu onluqdadır bu ifadə. Onluqda. Bu ifadəni ikiliyə çevirəndə sıfırların sayı nə qədərdir? Belə ifadələrdə biz nə edəcəyik? 12-ni, mən 2-nin qüvvət kimi yazmağa çalışacağım. Belə yaza bilərəmmi? 2 üstü 3 ilə 2 üstü 2-nin cəmi, yəni 8-dən 4 vurulsun. 8 üstü 5-i də belə yaza bilərik də. 8 özü 2 üstü 3. Elədi 2 üstü 15. Üstlər vurulur. Onda bu eləyəcək. Mötərizəni açanda 2 üstü 18. Üstə gəl 2 üstü 17. İndi yoldaşlar, sıfırların birlərinin sayını tapmağın asan yolu nədir? Onsa birlərin sayını tapmaq asandır. Olan qüvvətlər elə birdir. Məsələn, bu dəqiqə burada 2 dənə qüvvət var olduğuna görə 2 dənə 1 var. Bunu bildik. Sıfırların sayını necə tapaq və ya ümumi qüvvətdən? Biz həmişə ən böyük qüvvətdən hara qədər gedirik? 2 üstü 0-a qədər. Düzdür? Yəni, bayaqdan görürsünüz də, istənilən qüvvətdən 2 üstü 0-a qədər gedirik. Demək olar ki. Aydındır yoldaşlar. İstənilən qüvvətdən 2 üstü 0-a qədər. 18-dən 0-a qədər, 0-dan 18-ə qədər də belə deyək. 19 dənə ədəd var, qüvvət var. Çünki 1-dən 18-ə qədər 18 dənədir. 0 da sayısız 19-dan. Aydındır. Ya da nə eləyə bilərsiniz? Bu ən böyük qüvvət 218 deyil. Bu 18-i bir dənə artıq götürün. Həmişə kəsərlidir. 19. İndi 2 dənəsi 1-dirsə, deməli 17 dənə də 0 var. Aydın oldu. Ən böyük qüvvəti bir dənə artıq götürsəz, 19 dənə qüvvət var da, mənası budur. Onsuz burada da izah elədik onu. 0-dan 18-ə qədər 19 dənə qüvvət var. İndi 2 dənəsi 1-dir, çünki olan qüvvətlər 1-dir. Deməli, qalan 17-dən 0 var. Və bizə deyir ki, sıfırların sayı, indi mən sual verdim ki, sıfırların sayı nə qədərdir? 17. Desərim, sıfırların sayı birlərin sayına neçə vahid çoxdur? Onda 15 neçə vahid? 17 ilə 2-nin fərqinə baxacaqdınız. Bu qaydada. Bunu da dedik. Sonra
Sonra. Bir de nə tipdə suallar qaldı? Mən orada səhv eləmirəmsə bir dəqiqə. Amma yoldaşlar belə bir şey deyim sizə. Bayaq yazmışdım 27 onluqda. Bunu 16 say sistemini ifadə edəndə. Yəni ikiliyə çevirəndə qüvvət kimi yazın. Amma 16-da falan istəyəndə elə bölmə qaydasına getməyimiz daha yaxşı. Düzdür, burada da qüvvət üsuluna yazmaq olar, amma yəni onu hər tələbə bacarmır da. O biraz məntiqi düşüncə və riyazi bacarıq lazımdır bunu yazmaq üçün. 16-nın qüvvəti kimi yazmaq üçün. Ya və ya 8-in qüvvəti kimi yazmaq, 2-nin qüvvəti. İndi 2-nin qüvvətini hamı öyrənə bilər. Amma 16-nın qüvvəti yazmaq üçün biraz hamı öyrənə bilmir onu. Ona görə ən yaxşısı bölmə üsulunu öyrənin. 27-nin 16-ya bölünən bir dəfə qaldı 11. İndi cavab olacaq 1 11 kimi götürmürsünüz ha. Bu səhvdir. Bu 11'dir. 16 sayı sisteminə gedirəmsə, orada 11 anlayışı nədir? Təbii ki, hərf. Cavab olacaq 1B. Aydın oldu. Yadda saxlayın. Cavab olacaq 1B. O qaydada. Bunu da dedik. 1B bu qaydada. İndi başqa bir şey də yaza bilərik. Məsələn, yazıram 162. 10-luqdadır, çevirirəm 16-lığa. Və əksər tələbələr də bunu səhv yazırlar. Nə edirlər? Bunu gətirib 16-ya bölürlər. Burada buna 1 yazırlar. 0-2 qaldı. Götürüb nə yazırlar bura? Yazırlar məsələn 1-0-2. Və ya məsələn 1-2. 1-2 heç ola bilməz ümumiyyətlə. Mümkün deyil. Bilirsiniz niyə? Çünki sən bunu onluğa çevirəndə bu 1 vur 16 üstü 1. Üstə gəlir 2 vur 16 üstü 0. Heç bu 162 eləyə bilərsiniz. Ona görə də bu tipli suallarda böyük ədədlər verib 16-lığa çevirəndə mən məsləhət görürəm ki, bütöv bölün 16-ya. Yəni üst rəqəmli veriləndə bölmək olur da rahatdır biraz bu aşağı ədədlər olanda. 10 dəfə düşəndə 160 qaldı 2. İndi 10 nədir? A. Cavab olacaq A2. Çünki hərflə qeyd eləməlisiniz. 16-lığa çevirirsiniz. Tam bölün. Tam. Aydın oldu. Bunu da dedik. Say sistemlə bağlı nə qaldı burada? Məsələn, de bu suallar 231 tipli sual. Yoldaşlar, burada bizə bunu verir. Əslində bu onluğa çevirmə qaydası idi. Bunu verib bizə deyir ədədi müəyyən et. Ədədi. Bu onluğa çevirmə qaydasıdır. Çünki məsələn adi bir şey yazıram da kənarda. Məsələn yazıram 3, 5. Onluğa çevirəndə 0, 1 yazıb belə eləmirik. 3 vur 16 üstü 1. 5 vur 16 üstü 0. Düzdürmü? Yəni bunu sizə belə verib, indi ədədin özünü istəyir. Ədədin özünü istəyəndə ön əmsalları götürəcəksiniz. Aydın oldu. Ədədin özünü istəyəndə ön əmsalları götürürsünüz. Yadda salın. Amma bir şey var ha. Əgər bütün qüvvətlər yerindədirsə. İndi bununla bağlı mən sizə suallar göstərəcəm. Yəni bununla bağlı və ya özümdə yazacağım kənarda. Ki, məncə onda daha yaxşı öyrənəcəksiniz artıq bunları. İndi yoldaşlar 16 üstü 2 də var, 1 də var, 16 üstü 0 da var. Yəni qüvvətlər ardıcıl yerindədir. Ardıcıl yerindədir. Ardıcıl yerindədirsə, elə ön əmsalları götürsəz cavabımız çıxır. Prosta bir şey var. Ön əmsal 14. Bu da 16 sayı sistemindədir. 16 sayısının 14 anlayışı yoxdur. Nədir? Y, yəni hərf. Sonra 5'dir və sonra 8'dir. Cavab Y 5, 8. Y variantı. Çünki sən Y 5, 8'i normalda yazıb onluğa çevirməyə çalışsan, hansı ki, neyəcək yollar sonra onluğa çevirəndə? Y neçədir 14.
14 vur 16 üstü 2. Sonra 5 vur 16 üstü 1. 8 vur 16 üstü 0. Bu qayda yazacaqsınız da yazsınız. Yazsaz bu qayda yazacaqsınız. Düzdür. Onluğa sev. Elə bu sizə də bunu verib ədədin özünü istəyir də tərsini. Sonra burada nə tipdə ola bilərdi? Sual formatı. Məsələn, ola bilər ki, bunu belə arzu. Məsəl üçün, ona elə verməzdi. Yazardı ki, məsələn yazıram. 5 vur 16 üstü 4 üstə gəl. 8 vur 16 üstü 2 üstə gəl. 12 vur 16 üstü 1. İndi deyəcək ki, məsələn, bu açılışa əsasən ədədi müəyyən et. Ədədi müəyyən et. Düzdür. İri yoldaşlar, 16 üstü 4 var, önəmsal. 4-dən gəlib 2-yə. Arada hansı qüvvət yoxdur? 16 üstü 3. Deməli o nəymiş? Təbii ki 0. Çünki 0 16 üstü 3 savranda 0 edirdi, yəni bu mənada. 16 üstü 2 var, önəmsal 8-dir. 16 üstü 2-dən 16 üstü 1-ə gəlib, arızıl gedib. 16 üstü 1-də önəmsal 12-dir. 12 nə deməkdir? C. Çünki hərfinə qeyd eləməlisiniz. Bir də 16 üstü 1-dən sonra nə yoxdur? 16 üstü 0. Bu yoxdur. Yoxdursa yenə nədir? 0. Ədədimiz budur. 5, 0, 8, C, 0. Aydın oldu. Önemsal. Yadda saxlayın. Onu da dedik. Sonra nə qaldı bizdə? Bunları silirəm. Deməli. Yenə məsələn bu tipli sualdan bir dənəsinə baxa bilərik. İndi 1x burada vurma deməkdir. 1 vur 2 üstü 6, 1 vur 2 üstü 3, 2 üstü 2, 2 üstü 1, 2 üstü 0. Yine fikir versə yoldaşlar. 2 üstü 6 var, 1'dir. 6'dan 3'e gelip. Arada hansı qüvvət yoxdur? 5 ilə 4. 3'ün özü var, 1'dir. 6, 5, 4, 3. 2 də var, 1 də var, 0 da var. Söylədiyimiz budur. Olan qüvvət 1, olmayan 0. C variantı. Bu da belə. Olan qüvvət 1, olmayan qüvvət 0. Bunu da dedik. Sonra indi 16'lığa çevirməni demədik. 16'lığa çevirməni deyək. 2-dən 16'lığa, 16'dan 2-liyə. Məsələn, onun birbaşa misal üzərində deyə yollarsa, onsuz o sualların bir dənə qaydası vardı yalnız. Mən də yadda saxlayın ki, 2-dən 16-ya, 16-dan 2-liyə keçid qaydamız 8, 4, 2, 1 üsuludur. Çünki bunun ən yaxşı üsulu budur. Nə sualdır ki? Hələ deyəcəm, hələ indi gələm 16-dan 2-liyə, 2-dən 16-dan. İndi yoldaşlar, nə deyəcəkdim? 2-dən 16-dan 16-dan 2-liyə dedik 8, 4, 2, 1 üsuludur. Düzdür. Burada nə edəcəyik? Sağdan, verilmiş misalda sağdan 4 ayırırsınız. 4, 4. Və hər birinin üzərinə 1, 2, 4, 8 yazırsınız. Rəqəmlərin. 1, 2, 4, 8. Yenə asan yol nədir bu dəfə? Yenə aşağısı 0 olanları silirsiniz. İndi məsələn 8-in aşağısı yox idi.
Ve birin üstüne ne var? 4. Birin üstüne 4 kaldı burada. Düzdü mü? O 4'ü götürürsünüz. 4. Bu tarafta sıfırları silirəm. Kaldı birin üstüne ne kaldı? 8 tane için. Yine 8 tane içini toplayıp yazırsınız. O da ne sayılır? 10. Ama bir şey var. 16'lık sayı sisteminde 10 nedir? A. Yine birinci hissede 4. İkinci hissede A oldu. B bende. Cevap 4A. Yine derim. Aşağısı sıfır olanları silirsiniz. Bak tekrar derim yoldaşlar. Aşağısı sıfır olanları silirsiniz. Birlerin üstündeki rəqəmləri cəmləyib yazırsınız. Əgər cütdürsə. Və əgər eləməsən burada şimdi bir dənə dördüncüsü olduğu kimi saxlayırsınız. Məsələn bir dənəsinə də baxaq. Sağdan 4 4 ayırıram. İndi yazıram. 1, 2, 4, 8. 1, 2, 4, 8. 1, 2, 4, 8. İndi bu 8 ilə 4-ü siləm əvvəldəkiləri. 2 ilə 1-in cəmi elədi 3. Aşağısı sıfırlar gedir. Onda burada ne kaldı? Öyle bir tane 8'in özü kaldı. Burada da 0 gedir aşağısı. Kaldı 8, 2, 1. 8, 2, 1 ne sayılır? 11. 11 ama ne demekti? B. Çünkü 16'lığa çevirelim. 3, 8, B. A variantı. Senin sualın neydi Samire? Samire Guliyeva. Buydu 16 adet verilirse onun içindeki sıfırlar sayını. Yo, onu çevirip görebilirsin. Onun asan yolu yok da. Çünkü adete göre değişir o. Ədəd nəticə ona görə görmək olar. Onu konkret görmək olmaz. Məsələn, indi 16-dan 2-yə çevirməklə deyə ilə gəlib. Orada deyərəm sənə. Məsələn, deyirəm ki, indi bu dəfə yollaşır, tərs gedək. Daha görüm 16-dan 2-yə gedək. De burada var bax. Yazıram 3-yə. Daha doğrusu yazılıb. 3-yə. Prosto mən də yazıram aşağıda. Bunu 2-yə çevirmək istəyir. Yenə eyni qayda. Yenə ayırırsınız ədədləri. 1, 2, 4, 8. Yollaşlar 3 nə deməkdir? 3. Mən də 3-ü biz necə alırıq? 2 ilə 1-in cəmi. Yadda saxlayın ki, 8, 4, 2 bir rəqəmdən istifadə eləməklə 16-lığın istənilən ədədini tapa bilirsiniz. Bu 4 dənə rəqəmdən istifadə eləməklə. Məsələn, 3-ü necə ala bilərəm? 2 ilə 1. Başqa mümkündür sizə? Yox. İndi 2 ilə 1-in altına 1 yazıram. 8 ilə 4-ün altına 0 yazıram. Niyə? Çünki burada belə deyək də hal-hazırda 3, 2 ilə 1-in cəmidir. Ona görə 8 ilə 4-dən istifadə eləmədim axı mən. Y neçədə 14? Düzdür yoldaşlar. 14 nə deməkdir? 8, 4, 2-nin cəmi. 8, 4, 2-nin cəmi 14 edir. Yəni 8, 4, 2-yə 1 yazacağım. 1-in aşağısını 0 yazıram. Yəni hansı rəqəmlərdən ki istifadə edirsənsə onlara 1 yazırsan. Hansı rəqəmlərdən ki istifadə eləmirsənsə onlara 0 yazırsan. Bildiniz? Mesela Y 8, 4, 2'nin cəmi. Ona görə bunları 1 yazdım digərləriniz. Yine burada sıfırların sayını istəsə 3 tane. Yalan qısa yolu yoxdur. Ancaq ədədə görə baxıb bilə bilərik. Ona isə birbaşa demək olmaz nəyə görə. Bu belə. Bir dənə də 16-dan 2-yə çevirək. Ki, məncə tam öyrənə bilərsiniz bunları. Məsələn, də solda var burada. 9C verib yoldaşlar. Ayırıram. 1, 2, 4, 8. 9 nə deməkdir?
8 ilə 1-in cəmi. Düzdür. Onda 8 ilə 1-in altına 1 yazıram. 4 ilə 2-nin altına 0 atıram. C nə deməkdir? 12. 12 nədir? 8 ilə 4-ün cəmi. Yəni buradakı rəqəmlərə görə də 8, 4, 2, 1-in içindəki rəqəmlərə görə. Ta 9, 10 üst götürməyəsən ki, yoldaşlar. 8-i, bura 9 söhbəti yoxdur ümumiyyətlə. Ya bildiniz yəni 8-dən 4-ün cəmi olduğu. Çünki bu 8, 4, 2 bir rəqəmlərini istifadə edib alıram. Bu da eləyir 1, 1, 0, 0. Şu ədədimiz budur. Bu da variantındadır. Yine tam aydın oldu 16. Ben çile 16'lar kesildi. Yine problem hansı suallardadır? Mən indi gəlin belə eləyək yoldaşlar. Mən sizə sayı sistemlə bağlı 234 16'da verilib. Hə 234. İkilidən neçə 0 olur? Ölsün sevri görəcəyik. Aslında belə də bilmək olur. O prosto əzbərsizliyə gətirib çıxardır sizdə. 1, 2, 4, 8. Bir də burada belə bir çatışmamazlıq var. İndi deyəcəm nə məsələdir. Biraz uyğun olmayan məqamlar da var. 2'nin özü burada var. 1'di qalanları 0. 3'ün özü 0, 0, 1, 1. 4'ün özü 0, 1, 0, 0. Saysam 3 burada, 3 burada, 6, 8 tane 0 var. Qüvvətlə bağlı. Yo, bunun qüvvətini əldə eləmə yolu yox. Mən bir sənə nə demişəm? 16 2 üstü 4'tür. Hər rəqəm 4 bit yer tutur. Bəlkə bunu deyirsən. Ya da xatırlasan deyərsən. Ya bunu da bayaq dedim məncə. Hər bir rəqəm 4 bit yer tutmasın. Qüvvətlə bağlı ancaq bir dənə bunlar idi, bayaqçılar. O onluqdan ikiliyə çevirmə falan. 12 dedim də. Hə, 16'nın qüvvəti kimi. O bildim hardadır. Onlar bu sualda. İndi gəlirdim elə o suallara. Məsələn 266 tipli suallar. O burada da ha bu suallardadır. Deməli 8 üstü 10 ədədini yoldaşlar. Belə tip suallar. İndi gəlin biraz sayı sisteminə bağlı mürəkkəb tipli suallara baxaq. Məsələn belə suallardan burada azdır, amma mən sizə göstərəcəm gəl başqa yerlərdən. İmenli belə tip sual. Bu ikinci lazım deyil. Bu deyir ki, bunun ilk rəqəmi ilə, burada dayandım. Sonra bu ikili ədədinin cəmini onluqda yaz. Nə olsa ikili onluğa çevirib yazarsınız. Bu heç. Bizə lazımdır ki, bu ədədi 16'lığa çevirəndə ilk rəqəm nə olacaq? Bu belə tip suallar önəmlidir. Aydın oldu. Nə olacaq? Məsələn, belə tip sualda mən sizə göstərəcəm. Nə qədər var? 800 ton yollasar. Belə suallarda bilməm, yəni biraz da nə bilim, görmək mi lazımdır deyim, ya görməyə ehtiyac yoxdur əslində biraz şey lazımdır, bir düşünmə, fikirləşmə lazımdır ki, necə əldə edə bilərik. İndi mən konkret yolunu deyirəm. 800 tonu belə yaza bilərik. 8'i 2 üstü 10 kimi yazıram. Böyle de 2 üstü 30. Düzdür. İndi bizə deyir ki, 16'lıqda yaz. Biz birbaşa 16'lıqda yaza bilərik. Mən elə bu yolu izah edəcəm sizə. Amma necə? Biz birbaşa 16'lıqda yaza bilərik. Amma necə? Birbaşa 16'lıqda yazmaq üçün 16 nə deməkdir? 2 üstü 4. Çünki bu da 2 üstü 30'dur ona görə. Yoldaşlar, mən bunu 2 üstü 4'ün qüvvəti kimi yazacağım. Yəni bu da 16'nın qüvvətinə gəlib çıxacaq. Aydındır? İndi mən 2 üstü 30'u 2 üstü 4 ilə necə başlayayım yazmağa? Ki burada artıq biz bir düşünürəm ki, bir riyazi yanaşma lazımdır. Bu sualın bu hissəsində. Mən burada düşünürəm ki, 2 üstü 30'u 2 üstü 4 ilə yazmaq üçün 30'u 4'ə bölürsünüz. Deməli, olacaq 2 üstü 4 üstü 7.
Aydın oldu. Belə yaza bilərik də bunu. Ən yaxşı halda. Elədi 2 üstü 28. Çünki 7 dəfə tam düşür. Nə çatışmır? 2 üstü 2. Yine 2 üstü 28'i 2 üstü 2'ye vuranda 2 üstü 30 derece yollar. Aydın oldu ne demek istedim. Yine derim 30'u 4'e bölürsünüz. Buraya 7 düşür tam olarak. 2 üstü 28 2 üstü 2'ye vursanız 2 üstü 30 ediyor. Yine burada da ben ne diyeceğim? Bu 2 üstü 4 üstü 7 var ha. Bunu 2 üstü 28 için yok. 16 üstü 7 için bakıram buna. Yani ben buna 2 üstü 28 yok 16 üstü 7 için. Yani 2 üstü 4'e 16 için bakıram. Değil mi? Bildiniz. 16 üstü 7 vurulsun 2 üstü 2'de 4. İndi ilk rəqəm nədir? Elə öndəki misal. O ilk rəqəmini biz sizə necə müəyyən edirik? Yəni bu mənası o demək ki, yoldaşlar. Gəlin bunu belə izah edeyim də mən sizə. 4 vur 16 üstü 7 veya 16 üstü 7 vur 4. Eyni anlayış. Yəni 16 üstü 7 var. Bu 4. 16 üstü 6. 16 üstü 5. 16 üstü 4. 16 üstü 3. 16 üstü 2. 16 üstü 1. 16 üstü 0. Heç bir qüvvət yoxdur. Bunların heç biri yoxdur. Nəsə nədir? 1, 2, 3, 4, 5, 6, 7. Bunu 7 dənə 0 olacaq. Aydın oldu. Şu ədədimiz budur. Ədəd budur. İlk rəqəmdə 7, 4. Buyur. İlk rəqəmdə 4. Aydın oldu. Yoldaşlar, heç kim dərsdən çıxmasın. Qulaq asın. Görürəm ki, bəziləri sıxırlar yavaş-yavaş. Elə bilirlər ki, bir dənə bunlar yorulublar. Səhərdən də biz dərs keçmirik. Biz yorulmuruq. Deməli, qulaq asın. Ha, burada mən yenə deyirəm. 8 üstü 10'u 2 üstü 3, 2 üstü 3, üstü 10 kimi yazırsınız. Elədi 2 üstü 30. Yəni birinci 2'nin qüvvətini gətirməyə çalışırsınız. Sonra 16'lıqda istədiyi üçün 16'lıqda istədiyi üçün mən birbaşa 2 üstü 4 yazıram. Niyə? Çünki 16 2 üstü 4. Yəni ancaq bununla yaza bilərəm də. Yəni başqa necə yazım ki, 16'lığa keçsin? Düzdür, başqa yolu var. Amma mən indi bu yolu izah eləmək istəyirəm sizə. Ona görə bu yolu öyrənin əsas. 30'u 4'e bölürəm. 2 üstü 4 kimi yazıram. 7 dəfə tam düşür. Elədi 2 üstü 28. Nə çatışmır? 2 üstü 2. Elədi 2 üstü 30. Düzdür. Bu ikisini bir-birinə vuranı 2 üstü 30 eləyir. Amma mən bunu necə yazıram? 2 üstü 4'ü götürürəm 16. 16 üstü 7 kimi yazıram. Niyə? Çünki birbaşa 16'lıq sayı sistemine keçirdim ona görə. 16 üstü 7 vurulsun 2 üstü 2'de 4. Oldu 4 vur 16 üstü 7. İndi bizdə ilk rəqəm istədiyi üçün önəmsal olur. Ya bunun mənası o demək ki, 4 vur 16 üstü 7 o demək ki, 16 üstü 7 var 4'dür. Digər qüvvətlər olmadığına görə 16 üstü 6'dan 0'a qədər. Qalan hamısı 0 olur. İndi önəmsal, yəni ilk rəqəm 4. Ki, bunu buradan görə bilərik. Gəlin mən sizə bir dənə də bununla bağlı suallar göstərim. Buradan 0'am. Burada o qədər də çox sual yoxdur bunlarla bağlı. Qoca bir dənə vardı. Məsələn, bir də var bax. 229. Daha yoldaşlar. 8 üstü 14'ü 8'i belə yazıram. Oldu 2 üstü 42. Aydındır. İndi mənə deyir ki, bunu 16'lıqda yaz. Düzdürmü? 16'lıq sayı sistemdir. Mən bunu 16'lıqda yazmaq üçün 2 üstü 4 ilə yazıram. Bax, yenə deyirəm. Niyə 2 üstü 4 ilə yazıram? Bax, bir də deyirəm, təkrar deyirəm. 2 üstü 4 ona görə yazıram ki, yoldaşlar. 16'lığa çevirmək üçün. 16 2 üstü 4 daxil. Yine 2 üstü 4'ü yazıram. 42'nin 4'e bölündüğü neticesi ve tam düşür. 10 defa. Oldu 2 üstü 40. Kaldı 2 üstü 2. Aydın oldu. Yine beyaz çizim oldu. Şimdi olacak 16 üstü 10 vurulsun 4.
İndi bizə deyir burada neçə dənə sıfır var? Sıfırın sayısı nə qədər olur? Elə üstü qüvvət qədər. Çünki bu da bəyərsizim olur da. 4 var 16 üstü 10 kimi yazsaq, yenə eyni qayda. Məsələn 16 üstü 10 var bu 4. 16 üstü 9, 8, 16 üstü 7, 6, 5 heç biri yoxdur. Olmayan qüvvətlərdə 0 gedir. 0 getdiyinə görə elə üstü qüvvət qədər olur. Yəni 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Ədədimiz budur. Yəni saysaz üstü qüvvət qədər 10 dənə 0 var. Bu da belə. Gəlin buradan çıxaq. Dəqiqə. İndi mən sizə o tipli sual göstərəcəm yenə əlavə. Dəqiqə. Deməli. 16 tamam bir versiya göstərək. 2 üstü 129 ədədinin 16'lıq sayı sistemində yazılarsa, alınan ədəd hansı rəqəmdən başlayar? Yenə yazdım yoldaşlar. Yenə yazdım. İndi 129'u 4'e böləndə neçə düşür? Tam. 32. Belədir 128. Qaldı nə? 1. 2 üstü 1. Yəni 129 eləsin. İndi 16 üstü 32 vur 2. Ədəd hansı rəqəmdən başlayır? Önəmli sual. 2'dən. Bu qaydada. Məsələn, bir dənə belə bir suala baxa bilərik yenə. 2 üstü 138 16'da 2 üstü 4 138'i 4'e böləndə neçə səvə düşür? Deməli hardasa 30 neçə eləyirdi elə bir üçün. 136 məncə bölünür 4'ə. 34 dəfə uşaqlar. 34 dəfə olanda 2 üstü 4 üstü 34 2 üstü 136 edir. Onda 2 üstü 2 çarpışmır. Bu da elədir. 16 üstü 34 vur 4. Yenə də dans rəqəmdən başlayar. Önəmli sal 4. 2 4 mü? Bildiniz. Sonra say sistemlə bağlı. Gəlin bir dənə belə bir maraqlı suala baxın. Fərqli sualdır bu biraz. Bizə deyir ikili say sistemində 57 rəqəmli ən kiçik ədədi 16'lıq say sisteminə çevirəndə neçə rəqəmli ədəd alınacaq? Əla sualdır. Yoldaşlar, bunu kim deyə bilər bu qoşulanlardan? Həlli necə olar? Cavab nə olar? Müəllim deyim mən. Kim idi bu deyən? Cəmalə. Hansı Cəmali? Axşam qrupunda. Yox, səhər qrupunda olan. 2-5. 2-5. Onda. Yeyibsənlər qrupu. Dənə. 57 ən yaxın 2 üstü qüvvətdə. Yox, burada bayaq sual kim deyil. Fərqli sualdır bu. Müəllim, mən bir dənə fikir deyim. Çox peçat sualdır. Müəllim, burada 57-ni biz 2-likdə 16-lığa çevirəndə 4-4 bölürük də. Ay, sağ ol. Aha. Bu sınağa da Belə düşmüşdü yavaş deyəsən belə bir oldu. sual. Yox, sınavda ola bilməz belə bir sual. Heç bir sınavda görməmişsiniz. Aha. Yəni, burada indi 56 dənəsi deyəsən bölünür. Yəni Aha. 56 da 0, bir də 1 qalır da. Hə. Ya 14 dənə 0 olur, bir dənə 1 olur, ümumi 15 rəqəmli ədəd olur məncə.
Doğrudur. Möhtəşəm. Bay yoldaşlar, necə olur? İkilikdə 57 rəqəmli ən kiçik ədəd bilirsiniz nədir? Bir dənə 1, 56 dənə 0. Gedir bu. Səhərə qədər oturub yazacaq bunu. 57 rəqəmli ədədi tuta bildiniz nədir bu? 57 rəqəmli ikilikdə. Özüm dayandırdım burada və s. yəni. İndi bizə deyir ki, bunu 16'lığa çevirsək, neçə rəqəmli ədəd alınır? Yoldaşlar, ikilikdən 16'lığa keçid 8, 4, 2, 1 deyil. Onsuz da bir dənə bir qalan hamısı 0'dır burada. Siz bunu 4 ayırmayasınız. Ha? Bu da 0 eləyir 1, 2, 4, 8'e görə. Razısınız? Ha? Belə gedir də bax. Bax mən yazdığım kimi gedir. Hamısı belə gedəcək. İndi ondansa elə 57'ni bunu belə bir yazınca. Düz birinci belə yazdım ki biləsiniz. 4 ayırmıram. Elə 57'ni 4'e bölərəm də. Düşür 14 tam nə qədər? Çünki 14'ü 4'e vuramda 56 eləyir. Qalır 1. Deməli yoldaşlar 14 tam nə qədər? Bir dənə artıq götürəcəksiniz. Deməli 15 rəqəmli ədəd. O bir dənə artıq biz niyə götürdük? Və əslində belə olur. Gəlin o mən sizə mahiyyətlə izah edeyim. Sağdan ayıranda 4. Bu gəlib belə tamamlanır. Deməli 56. Bu qabaqda belə olacaq da. Bir dəqiqə. Qabaqda bir dənə 1 olacaq. Bay yoldaşlar 4 ayıranda təmiz bölünür. 56 dənəsi təmiz bölünür. Düzdürmü? Qabaqda bir dənə 1 olur ki, buna da 1, 2, 4, 8 yazırsınız. Bunun özü 1 demək dəxməz. 1, davamında 15 dənə 0. Bunların heç biri yoxdur. Aydın oldu. 14 dənə 0 daha doğrusu. Çünki 14 dənə 4'ün 56. Bir dənə də qabaqdakı 1. 57 rəqəmli ədəd. Deməli 14 dənə bir dənə qabaqda 1. 15 rəqəmli ədəd. Aydın oldu. Bir yaxşı sual idi. O görə maraqlı suallardan nə var? Bir dənə bu suallarda baxaq, ASCII suallarına. Demişdi ki, ASCII sistemində simvollar ardıcıl kodlanır. Məsələn, 8'in kodu neçədir? 56. Rəqəmə görə deyirəm də. Düzdür yoldaşlar. 9'un kodu neçədir orada? Yazıb da. 57. Onda belə çıxır ki, 7'nin kodu 55 imiş. Yəni desəz ki, bunu hardan bildik? Çünki ASCII sistemində ardıcıl kodlanır. 6'nın kodu 54'dür. 5'in kodu 53'dür. 4'ün kodu 52'dir. ASCII sistemində simvollar ardıcıl kodlanıb. Yadda saxlayın. Məsələn üçün, kiçik A hərfinin kodu neçədir? 97. Onda B'nin kodu nə olacaq? 98. Hardan bildim? Ay yoldaşlar, əlifba sırası hardan biləcəm? C'nin kodu 99. D'nin kodu 100. Aydın oldu nə demək istəyirəm? Yəni əlifba sırası olduğu üçün bunu belə yadda saxlamalısınız. İndi bizdən B'nin 16'lıq kodunu istəyir. B'nin 10'luq kodu neçədir? Çünki bunlar 10'luq kod. 98. 98 10'luqdadır. Düzdürmü? Bizdə 16'lıq istəyir. 16'lığa çevirəcəyiz. Bunu da 16'lığa çevirəndə bölürsünüz. 96 qaldı 2. Cavab olacaq 6 2. Bildiniz? Cavab olacaq 6 2. Yaxşı. Sonra belə bir suallardan izah edək. Düz o gün sınağa da əlavə eləmişdim mən. Hətta mən sınağın izahında belə bunların hamısını nəzərə aldım, izah elədim. Onluqda verilən bu şərti ödəyən neçə natural ədəd var? Belə tipli suallarda yoldaşlar, onluq demir. Biri 8'i, biri 16'dır. Onluğa çevirəcəyiz. 8'likdən onluğa çevirmə qaydası eyni də. 2 vur 8 üstü 1, 3 vur 8 üstü 0. Bu neçə elədi? 16.
Elədi 19. Bu 1. O birisində 4 vur 16 üstü 1. 2 vur 16 üstü 0. 64. Bu da 2. İndi bu birinci 19 elədi. İkisidir x. İkisidir. İkinci də 66 elədi. Aydındır. İndi 19 ilə 66 arasında 19 ilə 66 arasında neçə natural ədəd var? Bunu tapmaq üçün yoldaşlar 66-dan 19 çıxır, bir dənə də 1 çıxırsınız. Əgər kiçik işarələr ancaq kiçikdir işarəsi, yəni bərabərlik yoxdursa belə edirsiniz. Bu da elədi 46. Düzdür. Amma əgər belə olsaydı, məsəl üçün, dəqiqə. Məsələn, belə olsaydı 19 kiçik bərabər x, kiçik bərabər 66. Onda 66-dan 19 çıxıb üstünə 1 gələcəydiniz. Belə bir halda. O da neçə eləyir görəsən? 48. Yox, əgər belə olsaydı 19 kiçik bərabər x, kiçikdir 66. Və yaxud da 19 kiçikdir x, kiçik bərabərdir 66. Onda bu iki hala görə də 66-dan sadəcə 19 çıxacaqdır. O da eləyəcəkdir 47. Aydındır. İndi bu suala görə təbii ki, cavab 46-dır. Amma ümumiyyətlə, digər halları mən sizə deyirəm ki, yəni qarşılaşdığınız halda bunları əldə edə bilərsiniz. Bu da belə. Ümid edirəm ki, aydın oldu bunlar sizə. Sonra indeksində x olan yenə bir suallara baxaq. Məsələn, belə bir suala. 0, 1, 0, 1, 0, 1. 2 vur olsun x üstü 1. 5 vur x üstü 0. 1 vur 2x üstü 1. 7 vur olsun 2x üstü 0. Beraberdir 1 vur 5x üstü 1. 3 vur olsun 5x üstü 0. Böyledir 2x. Böyledir 5. Bir dakika yollaştılar. Zaraz gaz tutalım. Deməli, yazıram bunun davamını. Orada qaldı 2x. Aha. Davamını yazırıq. 2x üstə gəl 5. Burada nə oldu? 2x. Bu birisində üstü qüvvə 0 olduğuna görə 1 olur. 7. Bərabərdir. Burada 5x. Burada da 3. Burada 4x. Plus 5'ten 7 12. Beraberdir 5x plus 3. Yine 4x 5x. X beraberdir 9'a. Çünkü 4x bu tarafa kesir, 3 de bu tarafa. Şu cevap oldu 9. Yani riyazi olarak hesaplayacağız. Yani indeksini x istiyorsanız onluğa verirsiniz. Size lazım olan sorular dediği esas. Belə bir sual da bəlkə düşə bilər deyə bir şans olaraq izah eləmək istəyirəm mən bir dənəsini. Məsələn, belə bir sual. Deməli yoldaşlar, diqqətlə qulaq asın. Onluq sayı sisteminə verilmiş ACDB onluq sayı sistemində 14 rəqəmli ədəddir. B böyükdür, A böyükdür, D böyükdür, C şərtini ödəyən 4 rəqəmli ədəddir. Məlumdur ki,
Məlumdur ki, B verilmiş sayı sisteminin ən böyük rəqəmidir. İndi bu onluqda verilibsə, deməli B 9. Niyə? Çünki ən böyük rəqəm nə olacaq onluqda? Sonra A verilmiş sayı sisteminin ən böyük sadə rəqəmidir. Onluqda ən böyük sadə rəqəm hansıdır? 7. Deməli A 7-dir. Yəni 0-9 aralığında yoldaşlar. Mesela sadə rəqəmlər, yəni də 2, 3, 5, 7, 7 daha doğrusu. Yəni bunlar sadə rəqəmlərdir, düzdürmü? Yəni onluqda ən böyük sadə rəqəm 7 olur onda. C 4-dür və D sayı sistemin cüt rəqəmidir. Yəni cüt rəqəmidirsə, cüt rəqəmlər çoxdur. 2, 4, 6, 8. Amma bir şey var. 7 ilə 4 arasında ödəyən bir dənə 6 ola bilər də. Ya başqa nəsə ola bilər ki. Deməli D də 6-dır. Bildiniz? Bu yaxşı sualdır, həqiqətən. İndi qulaq asın. Ədədi tapdıq. A, C, D, B. A neçədir? 7. C 4. D 6. B də 9. Bu onluqdadır. Ya burada olduğu kimi düzürsünüz. A, C, D, B. Soldakı kimi. İndi bizə deyir ki, bu ədədin 16-lıq sayı sistemində yazılışını müəyyən edin. Bunu 16-lıq sayı sisteminə çevirəndə 7469, 16. Düzdür, bunu birbaşa 16-ya bölə bilmirik. Amma ən azından 2 rəqəm, 2 sayarı bölə bilərik. 74-ü 16-ya böləndə 4 dəfə. 64 qaldı burada 10. Sonra 6-nı gətirirəm. 106 bölünəndə 6 dəfə 96. Qaldı yenə 10. 109 gətirirəm yenə 6 dəfə 96. Qaldı 13. Sonra 466-nı bölürsünüz. Aydındır. Amma yoldaşlar, bunun asan yolu cavab çıxıb. Əslində cavab görsənir. Necə? Sonuncu ədəd nə oldu? 13. Biz sağdan sola gələcək də, düzdürmü? Ən son budur da. 13 nədir? D. Sonu D ilə qutaran nədir? Y variantı. Başqa variant yoxdur onsuz da qutaran. Laptacı belə böləcəyiz. 46-ını 16-ya 2 dəfə. 32, 14. 6-nı gətirəm 9 dəfə. 144 qaldı 2. Sonra 29 16-ya böləndə bir dəfə qaldı 13. İndi bir də bölünmür. Cavab nə olacaq? 13 dənədir D. Cavab 1 D, 2 D. Düzdür, axıra kimi hesablamağa ehtiyac yox idi. Əslində görünürdü. Bu da belə. Yəni siz elə bilirsiniz ki, elə sayı sistemi bilirsiniz. O bilənlərə aiddir. Amma elə sayı sistemindən o haqqa suallar var. Hələ mən sizə bəzi çətin məqamları göstərmədim. O qədər çox da lazım deyil. Vacib olan yerlərə girişlərdəsiz müəyyən qədər. Belə.